Hörmətli izləyicilər, 9-cu sinif sınaqların izahına davam edirik. Qeyd edim ki, dünən biz sınaq 2-ni göndərmişdik Telegram kanalımıza. İstədim ki, bugün izahını verim. Sonra birazdan yenə 3-cü sınaq Telegram kanalımıza göndəriləcək. Baş üzvlər mürəkkəb olan cümləni müəyyən edin. Baş üzvlər mürəkkəb. Mürəkkəb üzvlər necə üzvlər olur uşaqlar? Söz birləşməsi ilə ifadə olunur. Mürəkkəb cümlə üzvləri söz birləşməsi ilə ifadə olunur. Mürəkkəb sözlə yox. Burada biraz diqqətli olaq. Lopa-lopa qar yağırdı. Burada yağırdı xəbər, qar, mübtada. Heç birisi mürəkkəb deyil. Yəni söz birləşməsi ifadə olunmuyub. B bəndi Əhməd kişi çiynində tüfəng dağa tərəf çıxırdı. Baxın, çıxırdı burada sadədir. Ona görə mübtadası da lazım deyil. Yəni mübtada burada mürəkkəbdir, amma sadədir. Xəbəri sadədir. C bəndi. Elgün universitet tələbəsidir. Burada universitet tələbəsidir xəbərdir, mürəkkəbdir, düzdür. Amma elgün sözü bayaq qeyd etdiyim kimi mürəkkəb sözlə mürəkkəb cümlə üzvünü qarışdırmayaq. Çünki mürəkkəb cümlə üzvü söz birləşməsinə ifadə olunur. Elgün isə tək sözdür. Ona görə C bəndi də ola bilməz. D bəndi çayın kənarını özlərinə məskən seçdilər. Burada seçdilər xəbərdir, amma mübtada ümumiyyətlə yoxdur. Ona görə D-ni də çıxırıq. Y bəndi məşhur Əlincə qalası yüksək və sıldırım qayanın üzərindədir. Əlincə qalası haradadır? Qayanın üzərindədir. Bu oldu xəbər, söz birləşməsi ifadə olunur, mürəkkəbdir. Nə qayanın üzərindədir? Əlincə qalası. Burada oldu. Əlincə qalası da söz birləşməsini ifadə olunub, mübtadadır və mürəkkəbdir. Cavabımız oldu Y bəndi. Keçək digər suala. Hansı cümlədə əvəzlikdən sonra vergül düzgün qoyulmuşdur? Biz Y bəndindən başlayaq. O, elə bil uşaqlıq illərini yenidən yaşayırdı. Burada bəziləri Y bəndini götürüb, O-dan sonra vergül yazılmaq burada elə bil sözünə görə elə bil modal sözdür. Bəlkə də elə bil sözünə görə düzgün götürüblər. Amma modal sözlər o-budan sonra modal söz gəlirsə, vergül yazılsa da, modal sözlərin içərisində də bir istisna var idi uşaqlar. Hansı sözlər idi? Bənzətmə və müqayisə bildirən modal sözlərdən əvvəl, sonra vergül yazılmaz. Bənzətmə, modal sözlər. Ona görə burada elə bil, sanki, güya sözləri olsa heç bir tərəfinə vergül yazmırıq. Ona görə Y bəndi doğru deyil. D bəndi. O, danışanda üzündə təbəssüm olardı. Danışanda sözü feili bağlamadır. Feil gəlib, ona görə vergül olmaz. C bəndi. Bu sahilə keçməkdən ötürü çox əziyyət çəkdim. Bu sahilə keçməkdən ötürü. Bu sahilə keçmədi. Yəni burada bu söz mübtada olmadığı üçün burada ümumiyyətlə vergül ola bilməz və B bəndi. O heç kimə ağız açmazdı. Burada da özündən sonra əvəzlik gəldiyi üçün vergül olmaz. A bəndi. O, buradakı uşaqların hamısından böyük idi. Kim? O mübtadadır. Buradakı sözü də hansı nitq hissəsidir uşaqlar? Sifətdir. Çünki burada daki şəkilçisi var. Ona görə özündən sonra sifət gələrsə vergül yazılır. Bir də qaydanı yadımıza salaq uşaqlar. Əgər o, bu əvəzliklər mübtada rolundadırsa, özündən sonra isim, sifət, say, zərf, feili sifət, modal sözlər gələrsə vergül yazılır. Amma qalanlar, qalan nitq hissələri hansılardır? Özündən sonra əvəzlik, feil, köməkçi nitq hissələri gələrsə vergül yazılmaz. Ona görə bu qaydanı da bir daha yadınıza salın. Keçək digər suala. Biri nitq hissəsinə görə zərfdir. Zərf olan nitq hissəsi hansıdır? Gəzə-gəzə burada feili bağlamadır. Sevinmək feildir, yaxşılıq isimdir. 5-6 da nədir? Saydır. Cavab olur B bəndi. Üzü yuxarı yer zərfidir. Biri frazeoloji birləşmədir. Bu da asan sualdır. Frazeoloji birləşmənin sonuncu sözü mütləq feil olmalıdır. Baxın, burada kitabın üzü, suyun üzü, sürətlə üzmək, üzün cizgiləri, üzünə ağ olmaq sözü birləşməsi frazeoloji birləşmədir. Cavab oldu C bəndi. 15-ci sual. Venn diaqramına uyğun fikirlər müəyyən edin. Venn diaqramını görürük. Birinci xanasının əsas nitq hissələri, ortada ortaq xüsusiyyət, üçüncü xanasında isə nə yazılıb? Köməkçi nitq hissələri. İndi biz baxaq.
Leksik mənalar var. Leksik mənalar hansının var uşaqlar? Əsas nitq hissələrin. 1A. Bir hansı oldu? A. Sonra qrammatik mənalar var. Hər ikisinin qrammatik mənası var. Həm əsas, həm də köməkçi nitq hissələrin qrammatik mənası olduğu üçün 2B-yə, yəni ortaq cəhətə uyğun gəldi B variantı. Sadə, düzəltmə, mürəkkəb olur. Bu da hansına aid olar uşaqlar? Təbii ki, 1-ə. Yəni əsas nitq hissələrinə müstəqil cümlə üzvü olmur. Bu olacaqdı köməkçi nitq hissəsi. Söz yaradıcılığında iştirak etmir. Bu da olacaq söz birləşməsi. Y bəndi, daha doğrusu köməkçi nitq hissələri. Deməli, cavabımız hansı oldu uşaqlar? 1AC, 2B, 3D. Cavab oldu D bəndi. 16-cı sual. Xitab işləmiş cümlə müəyyənləşdirin. Durğu işarələr buraxılmışdır. Biz onu sadəcə intonasiya ilə deməklə, oxumaqla onu tapa bilirik. Burada çətin bir şey yoxdur. İndi biz bir-bir cümlələr oxuyaq. İnsan yarandığı gündən torpağa güvənir. Burada müraciət varmı uşaqlar? Təbii ki, yoxdur. A bəndi də yoxdur. B bəndi. Torpaqla insan arasında həmişə ana-bala ünsiyyəti olur. Burada müraciət varmı? Yoxdur. Əgər torpaq anadırsa, zəhmət atadır. Müraciət yoxdur. Torpaq çox dözümlü və qayğıkeşdir. Burada da yoxdur. Və Y bəndinə yazılıb ki, o nəfəsi səndən aldı. Ana torpaq, ana torpaq. Artıq burada müraciət var. Hətta təkrarlan burada. Xitab təkrarlanmışdır. Cavab oldu Y bəndi. Keçək 17-ci suala. Çalış ki, kiçiklər sənə valideyn gözü ilə, böyüklər övlad gözü ilə baxsınlar. Cümləsində hansı köməkçi nitq hissələri işlənmişdir? Burada biz bir-bir baxaq. Çalış ki, ki nədir burada? Bağlayıcıdır. Ki bağlayıcı. Kiçiklər sənə valideyn gözü ilə, nə ilə? Bu da oldu qoşma. Bir dənə də yenə gözü ilə var. O da olacaq nə? Qoşma. Burada işləndi. Bağlayıcı qoşma. O da hansı bəndə uyğun gəldi? A bəndinə. Keçək 18-ci suala. O doğma məktəbin həyətini addım-addım dolaşdı. Cümləsinin sintaktik təhlil sxemini müəyyənləşdirin. O nə etdi? Dolaşdı. Dolaşdı xəbər. Kim dolaşdı? O. Haran dolaşdı? Məktəbin həyətini. Baxın, bu tamamlıq. Haranın sualı tamamlığın sualıdır. Necə dolaşdı? Addım-addım dolaşdı. Bu oldu zəflik. Necə məktəbin? Doğma məktəbin, o da oldu təyin. Hansına uyğun gəldi? Mübtəda, təyin, tamamlıq, zəflik və xəbər oldu C bəndi. Və 19-cu sual. Çalış məclisdə elə yerdə oturasan ki, səni oradan durğuzmasınlar. Cümləsində feillərin hansı şəkillərdə olduğunu müəyyən edin. İndi yenə də feilləri burada ayıraq. Çalış hansı növdədir? Şəkildədir. Şəklini soruşurdu bizdən bəri. Əmr şəklində. Məclisdə elə yerdə oturasan. Bax, otur sözün kökü A, bir də sa. San. San şəxs şəkilsi, A isə nədir? Arzu şəklinin şəkilçisidir. Səni durğuzmasınlar. Burada da sın. Baxın, durğuzma. Durğuzma qrammatik şəkilçi. Sın isə nədir? Şəxs şəkilçisi. Bu da oldu əmr şəkli. Hansı cavab uyğun gəldi? Əmir, arzu. Əmir, arzu da Y bəndindədir. Və keçək sonuncu 20-ci suala. Hansı cümlədə idi hissəciyinin ixtisar forması işlənmişdir? A bəndi ərzaq əsgərlərə axşamüstü çatdırıldı. Burada biz baxsaq, çat sözün kökü dır leksik şəkilçi, ıl leksik şəkilçi, d isə nədir? Keçmiş zaman. Burada hissəcik yoxdur. B bəndi. O bu yığıncaqda bir kəlmə danışmadı. Danış sözün kökü ma, inkar, d keçmiş zaman. C bəndi. Firuzə son kursda idi. Burada ümumiyyətlə feil yoxdur uşaqlar, çünki şəkil də ola bilməz. Ümidsizlik ona qalib gəlmək istəyirdi. İstə sözün kökü. Yer burada zaman şəkilsi. D nədir? İdi hissəciyidir. D idi hissəciyidir. Sonra güclü külək ağacı yerindən qopardı. Qop sözün kökü ar leksik, d isə keçmiş zaman. Və cavabımız hansı oldu? D bəndi. Əgər bütün suallar sizə aydın oldusa, faydalı oldusa,
bəyənib paylaşmağı unutmayın. Əgər nə isə başa düşmədinizsə şərhlərdə yazın. Sağ olun.